Salam, hər birinizi xoş gördük. Ümid edirəm ki, yaxşısınız. Bildiyiniz kimi, Təlim Nazirliyi ümumi orta 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramını artıq elan edildi. 9-cu siniflər üçün Azərbaycan dilindən qrammatikadan düşmə ehtimalı olan mövzuları sizlə paylaşmaq istədim. Deməli, dil qaydaları üzrə fonetikadan danışıq səsləri, saitlərin növləri, samitlərin növləri, saitlərin uzun tələffüzü, o saitinin A kimi tələffüz olunması, ahəng qanunu, heca, sözün yazılışı və deyilişinə görə təhlil mövzularından sual gəlmə ehtimalı var. Diqqət etdiyinizdə vurğu mövzusu fonetikadan çıxarılıb. Leksikada isə sözün leksik və qrammatik mənası, sözün ilkin həqiqi mənası, onun məcazi mənası, anonimlər, sinonimlər, antonimlər, frazeoloji birləşmələr və terminlər leksika mövzusundan gəlmə ehtimalı var. Etimologiya, köhnəlmiş sözlər mövzudan, qrammatikadan çıxarılır. Sözün tərkibi, kök və şəkilçi, leksik və qrammatik şəkilçilər, şəkilçilərin 1, 2 və 4 variantlı olması. Söz yaradıcılığı, sözün quruluşca növləri, sadə sözlər, düzəltmə və mürəkkəb sözlər və eyni zamanda bu il üçün eyni köklü sözlər, sözün başlanğıc forması da yenidən proqrama qaytarılır. Morfologiya, isim, hər zamanki kimi konkret mücərrəd, ümumi xüsusi, tərkcəm isimlər, ismin halları, ismin mənsubiyyətə görə dəyişməsi, iki hecalı isimlərin kökündə qapalı sakinin düşməsi, xəbərlik şəkilçiləri, mövzu da var, mənbə, mövqe, mənabə, tali, mənşə, su, nə sözlərinin mənsubiyyətə görə dəyişmə qaydaları. Sifət mövzusu, əlamət və keyfiyyət bildirməsi, sifətin dərəcələri və eyni zamanda bu ildən etibarən sifətin isimləşməsi mövzusu da yenə də suala gəlmə ehtimalı yüksəkdir. Düşünürəm ki, bu çox yerində bir qərar olub. Çünki şagirdlər sifətin isimləşməsini əgər öyrənməsələr, sintaksis mövzusunda çətinlik çəkəcəklər. Ona görə də keçən il bu mövzu proqramdan çıxarılsa belə, mən öz şagirdlərimə bunu tədris etmişdim. Ona görə də sintaksisdə ciddi bir problem yaşamamışdılar. Sayın mövzusu onun əşyanın miqdarı və sırasını bildirməsi, sayın mənaca növləri və yenə də sifətdə olduğu kimi sayıların isimləşmə məsələsi. Əvəzli mənaca növləri, o bu əvəzliklərindən sonra vergülün işlənmək məsələsi. Bundan başqa feil, feilin şəxsə görə dəyişməsi, feilin şəkilləri, feilin qrammatik məna növləri, ili imiş isə hissəcikləri, bundan başqa cümləli isə köməkçi sözünün qoşulduğu sözdən sonra vergülün işlənmək məsələsi, təsdiqlənməyən formalar, məsdər, feili sifət, feili bağlama, zərf, zərfin quruluşca növləri, zərfin mənaca növləri, köməkçi nitq hissələri, qoşma, qoşmaların deyilişi, yazılışı, çoxhecalı qoşmaların ayrı, təkhecalı qoşmaların bitişik yazılma qaydası, bağlayıcı, bundan başqa bağlayıcılarda vergül məsələsi, mürəkkəb bağlayıcılarda onların yazılış məsələsi, ədatlar, təsdiq və inkar bildirən ədatlarla bağlı vergülün işlənmə qaydaları, modal sözlər, vergülün işlənməsi, nidalar, nidalarda vergül və nida işarələrinin işlənmək məsələsi, bundan başqa əsas və köməkçi nitq hissələrinin amonimliyi, köməkçi nitq hissələrinin bir-biri ilə amonimliyi, köməkçi nitq hissələrinin sinonimliyi, bəzi bağlayıcı və ədatların müəyyən şəkilçilərdən fərqlənməsi, sintaksis, söz birləşməsi və cümlə, söz birləşmələrin əsas və asıl tərəfi, əsas tərəfə görə söz birləşmələrinin növləri, ismi və feili birləşmələr. Mürəkkəb adlar, mürəkkəb adların yazılışı, tərkibindəki bütün sözlərin birinci hərfi böyük yazılanlar, yalnız birinci komponentin baş hərfinin böyük yazılanlar, tərkibində nizə, hacı, şah və s. olan mürəkkəb adların yazılışı, feili birləşmələr və onların növləri, bundan başqa əsas tərəfi məsdər, feili sifət və feili bağlama ifadə olunan feili birləşmələr və eyni zamanda bunu da unutmamalıyıq ki, ismi birləşmələrin də əsas tərəfində feilin təsdiqlənməyən formaları ola bilər. Cümlənin baş üzvləri, mübtəda haqqında danışılanı bildirməsi, mübtədanın ifadə vasitələri, xəbər haqqında danışılan barədə məlumat verilməsi, ifadə vasitələri, frazeoloji birləşmələrin həm ismi, həm də feili xəbər ola bilmələri, bundan başqa suala cavab verməyən var, yox, lazım, mümkün kimi sözlərin xəbər vəzifəsində işlənmə qaydaları. Daha sonra deyil sözünün
qoşulması ilə yaranan ismi xəbərlər və onu da yenə bilməkdə yarar var ki, bəzi cümlələrdə deyilin özü müstəqil xəbər vəsiqəsində çıxış edə bilir. Tamamlıq, tamamlığın ifadə vasitələri, təyin, təyinin bütün cümlə üzvlərinə aid olması, təyinin ifadə vasitələri, zərfli, zərfin mənaca növləri, zərfin ifadə vasitələri, həmcins üzvlər, tabisi əlaqəsi, həmcins üzvlərdə tabisi əlaqəsinin olması, həmcins üzvləri bir-birinə bağlayan vasitələr, həmcins üzvlərdə qrammatik şəkilçilərin, köməkçi sözlərində qoşmaların ixtisar olunması, ümumiləşdirici sözlər, onunla bağlı durğu işarələri, söz sırası, əlavələr, əlavələrlə bağlı işlənən durğu işarələri, ara sözlər, ara sözlərlə bağlı vergülün işlənmək məqamları, xitab, xitablarda yenə vergül məsələsi, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, baş sözlərin iştirakına görə sadə cümlənin növləri, söz cümlə, söz cümlənin ifadə vasitələri, cümlənin quruluşca növləri, mürəkkəb cümlə, mürəkkəb cümlələrdə tabis və tabili mürəkkəb cümlələr, tabis mürəkkəb cümlənin tərkibini bağlayan vasitələr. Amma burada tabili mürəkkəb cümlələr toxunulmayıb. Keçən ildə səhv xatırlanırsa, tabili mürəkkəb cümlələrdən sual gəlməmişdir. Eyni zamanda da 9-cu sinif proqramına daxil olan vasitəli və vasitə sinifdə suala gəlməyəcək. Dialoqlarda durğu işarələri, durğu işarələri nöqtə, sual, nida, virgül, qoşma, qoşa nöqtə, dırnaqlar və tirələrin olması. Və eyni zamanda onu da qeyd edək ki, bu yenə proqramda tərkibində A, E, Ə, O kimi müxtəlif cinsli sait səslərin yanaşı işlənməsi məqamından əlaqədar sual gəlməyəcək və eyni zamanda da tərkibində O və Ö hərf birləşməsi olan sözlərin tələffüzü ilə bağlı da sual gəlməyəcək. Və eyni zamanda onu da bildirmək istəyirəm ki, mətnlərdə ən çox balı açıq suallar verir. Bizim 75 balımız mətndən, 25 balımız qrammatikadan gəlir. Balın az olmasına baxmayaraq 25 balın, oradakı sualları da mümkün qədər tam şəkildə yazmanız daha məqsədə uyğundur. Çünki siz əmin ola bilməzsiniz ki, mətnlərdən tam olaraq 75 balı alacaqsınız. Hər hansı oradan aldığınız əksik balı mütləq burada tamamlamanız lazımdır. Özünüzə, onsuz da ilin əvvəlidir, sentyabr ayındayıq, özünüzə bəlirli bir hədəf qoyun. Son vaxtlar bir video izləmişdim, o çox xoşuma gəlmişdi. Biz həmişə deyim də, son dönəmlərdə biz bu motivasiya məsələsini çox qabardırıq, çox bunun haqqında videolar çəkilir, yazılar yazılır. Hər kəs motivasiyadan danışır, mən daxil, amma o videoda çox gözəl bir fikir mən də formalaşdı ki, motivasiyalı yox, disiplinli olmalıyıq. Bu çox gözəl bir cümlədir. Çünki motivasiya hər hansı bir uğursuzluqda, hər hansı bir problemdə insanda ölə bilir, çökürsən. İnsan disiplinli olduğu zaman isə qərarı daha sabit olur və daha uzun müddətli çalışmağa meyilli olur. Motivasiyanın özəlliklə əgər özünüzdə daha rahat formalaşdıra bilirsinizsə, çalışın bunu sizin özünüz edəsiniz. Başqalarından çox motivasiya gözləməyin. Çünki başqalarının aldığınız motivasiya sizi bir neçə gün idarə edəcək. Amma özünüzün içinizdən bu gəlirsə, yəni özünüz lokomotiv olarsınızsa, vaqona ehtiyac qalmaz. Özünüz zaten çəkib aparacaqsınız. Amma vaqon olarsınızsa, hər zaman lokomotivə ehtiyacınız olacaq. Və eyni zamanda mütləq disiplinli olmalısınız. Disiplinli olmasanız, yəni boş-boş oturub fikirləşməklə, necə olacağı düşünməkdənsə, oturub dərs çalışmaq lazımdır. Bol-bol mətn işləyin. İndi bütün dəftərxanalarda, kitab satılan mağazalarda o qədər nəşriyyatların mətnləri var ki, yəni günə ən azı 2 mətn işləyin. Günə 2 mətn işləsəniz, görün, martın haqqında canınız siz nə qədər mətn işləmiş olacaqsınız. 2 mətn 10 qrammatika, 2 mətn 10 qrammatika. Hədəfiniz bu olsun. Hədəfiniz olarsa, getdiyiniz yolda mütləq uğur qazanacaqsınız. Amma bir hədəfiniz olmazsa, burada uğurdan söhbət gedə bilməz. Hər birinizə uğurları arzu edirəm.